Xaçmazda qətl baş verib. Kəndin mollası olan ər həyat yoldaşını boğaraq öldürüb. Hadisə Xaspolad Oba kəndində baş verib. 48 yaşlı kənd sakini Asif Məmmədov həyat yoldaşı 45 yaşlı Yaqud Məmmədovanı boğaraq öldürüb. Hadisəni törədən şəxs kənddə dini tədris etməklə məşğul olub. İlkin məlumata görə ər və arvad arasında mübahisə qohum evindəki məclisdə qısqanclıq zəminində yaranıb. Aprelin 6-sında axşam saatlarında Asif Məmmədov həyat yoldaşı Yaqud Məmmədova ilə qohumlarının evində keçirilən qonaqlıqda iştirak ediblər. Məclisdə qısqanclıq hissləri yaranan ər həyat yoldaşı ilə evə qayıdıb, lakin evdə də mübahisə davam edib və qətl hadisəsi baş verib. Asif Məmmədov həyat yoldaşını boğaraq qətlə yetirib. Yəni başqa pis yolla gedibsə qadın, çox gözəl, çox yaxşı. Qızın toyuna da getmişik. Nə bilim ay bala. Çox gözəl ailə. Asif Məmmədov hadisəni törətdikdən sonra Xaçmaz rayon polis şöbəsinə gələrək təslim olub. Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir. Qeyd edək ki, Asif və Yaqud Məmmədovların birgə nigahdan 3 övladları var.